Assalamu alaikum qardaşlar. Deməli, Yevlaxda elə özümün, bir də bizim dostumuz, tanışlarımız bir səhifə açıblar. Yevlax altdan xətt yardım səhifəsi TikTok hesabında açılıbdır. İnşallah ki, qardaşlar orada dəstək olaq. İnşallah ki, orada əlimizdən gələn nə köməklik lazımsa, o səhifədən nə canlılar açılırsa, məsəl üçün nə paylaşımlar olunursa, inşallah ki, əlimizdən gələni əsirgəməyək. Bu bizim Yevlaxın düzdür, qıraq yerlərə də getmək olur. Yəni gedə bilərik, qardaşlarımız da gedə bilərlər, çəkiş edə bilərlər. Amma sadəcə olaraq sırf Yevlaxın içində, yəni sırf Yevlax ərazisində olan xəstələr, köməyə ehtiyacı olan şəxslər, yəni ehtiyac sahibləri olanlara o səhifədə dəstək, o səhifədə canlı yayım, necə deyim, o səhifədə paylaşımlar həm ehtiyac sahibi olan şəxslərə köməklik etmək məqsədi ilə açıldı. İnşallah ki, o səhifəyə yenə deyirəm, əlimizdən gələni əsirgəməyək, dəstək olaq. Takip, bəyəni, qayd, yorum, yəni belə şeylər eləyək ki, qardaşlar, səhifəmiz aktiv qalsın. Səhifəmiz xeyirxah insanların qarşısına çıxsın inşallah. İndi mən videonun sonunda o səhifənin adını qeyd edəcəm inşallah. Yəqin ki, bu söhbətdə bizi tək qoymayacaq Azərbaycan xalqımız inşallah. Belə bir xəstəmiz də var ki, qaraciyər sirrozundan əziyyət çəkir, Yevlaxdandır. Yaşlı adamdır, adı Rəhman. Bilənlər bilir, tanıyanlar tanıyır. İnşallah ki, o haqda Allahın köməkliyi ilə paylaşımlar olacaq. O haqda inşallah ki, canlı yayımlar olacaq. Yenə deyirəm, yəni bu yolda halallıq varsa, bu yol niyyətimiz xəstələrə kömək olmaqdırsa, yəni yəqin ki, Allah bizlərə bu yolda kömək olar inşallah. Allah bütün xəstələrimizə kömək olsun. Allah bütün xəstələrimizə şəfasını versin. Dünyasını dəyişənlərə qəndi rəhmət olsun. Allah xeyirxah qardaşlarımızı, bacılarımızı, analarımızı qorusun inşallah. Əlimizdən gələni əsirgəməyək qardaşlar. Bu söhbətdə də yəqin ki, bizləri tək qoymayasınız. Allah sizləri var eləsin, Allah sizlərdən razı olsun.